O həmişə oturub dərdləşərdik, söhbət edərdik ki, deyərdi ki, qardaşım, bu yolda mən ancaq mübarizə aparmalıyam. Qardaşım bir də adı Mustafayevin anım günüdür. 1993-cü ildə bugünkü gün şəhid olub. Bu vətənpərvər bir oğul olub, vətəni sevən, xalqını sevən bir gənc olub. Könüllü olaraq cəbhəyə yazıldı. Getdiyi yolda həmişə istəyirdi ki, fədakarlıq göstərsin. Həm də o vaxtı Azərbaycan ilk müstəqil olmuşdu. Azərbaycan müstəqilliyi uğrunda çalışan bir gənclərdən olmuşdu. İşlədiyi kollektivdə, Kürdəmir rayon yanğın mühafizə idarəsində işləmiş, təlimatçı, ambardar vəzifəsində işləmişdir. Orada da könüllü olaraq cəbhəyə yazılmış, Qarabağın azadlığı uğrunda döyüşlərə qatılmışdır. Bugün onu yad edirik. O həmişə oturub dərdləşərdik, söhbət edərdik ki, deyərdi ki, qardaşım, bu yolda mən ancaq mübarizə aparmalıyam. Torpağımızı azad görmək istəyirəm. Ondan sonra firavan yaşayacaq, hər şey yaxşı olacaq. Bizə təsəlli verirdi. Və könüllü olaraq cəbhələrdə, Şuşada, Ağdərədə, Ağdamda iştirak eləmişdi. Axırıncı kərə Ağdərədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bugün onun anı günüdür. Allah ona rəhmət eləsin. Biz onunla fəxr edirik. Bir oğul, bir qızı. Bugün onların davamçısıdır. Allah onların rızanı sağ eləsin. Allah qardaşıma rəhmət eləsin.